Yağışın yağması üçün, Qodu. yağışın yağması üçün var idi? Yox idi. O Nə yaxşı idi? Kəsməsi üçün, düzdür. Bəs günün çıxması üçün? Gün çıx. Gün çıx, düzdür. Aşıq yaradıcılığından ifaçı aşıqlarımızı say. Aşıq Hüseyn Saraclı, Aşıq Kamandar, Aha. bir də Aşıq Əhməd idi. Yox, Nəcir demişdim. Aşıq Hüseyn Saraclı, Hüseyn İmam Hüseynin adından, bir də Hüseyn adı məşhurdur da, çox yayılıbdır. Hüseyn, sonra Kamandar, Qaş Kaman, bununla yadda saxlaya bilərsən. Bir dənə qaldı Aşıq Əmrah. Əmrah da nə ilə dedim yadında saxla? Türk müğənnisi Əmrahla. Aşıq Əmrah. Əmrah idi. Elə idimi? Aha. Yaxşı, bu belə. Onda yaradıcı aşıqlarımız hansılar olar? Aşıq Abbas Tufarqanlı, ondan sonra Xəstə Qasım, daha sonra Dirili Qurban, Aşıq Ələsgəri. Aşıq Ələsgər. Hə, Əskər yox. Öküzlə bağlı olanlar? Holavarlar. Aha. Bəs qoyun, keçi, müraciət olunanlar, sayacı sözləri düzdür. Mahnı ilə nəğmənin fərqi? Mahnının özünə məxsus melodiyası olur. Aha, düzdür. Hansı mahnılarımız var? İrəvanda xalq almadı, apardı sellər Saranı, bir də Qaragil. Aha, onu da qısaca nətər deyirik? Qaragilə, İrəvanda xalq almadı, apardı sellər Saranı. Düzdür. Atalar sözünə məsələlərin fərqini deyil. Atalar sözləri daha belə yığcam, konkret olur, yəni başa düşülür olur. Amma məsələlər isə müəyyən bir əhvalatla bağlı olur. Aha, düzdür. Nağıllar mövzusuna görə neçə yerə bölünür? 3 yerə bölünür. 3 yerə bölünürdü. Heyvanlar haqqında nağıllar, seyirli nağıllar, bir də məişət nağıllar. Ailə məişət nağıllar, düzdür. Rəvayətlərimizi hansılardan var say? Astiyaq idi, ondan sonra Tomris, bir də Nuh Peyğəmbər. Düzdür. Əfsanənin hansılar var idi əfsanələrimizdən? Zonomik, toponomik, etnonomik, bir də kosmogonik. Düzdür. Şifahi xalq ədəbiyyatında lirik növün ən çox yayılan qədim janrı hansıdır? Nəğmələr. Bayatılar. Bayatı. Aha, bayatılar. Bayatılarımız neçə hecədən ibarət olurdu? 7 hecədən. 7. Əsas fikir harda deyilir? 3-cü və 4-cü misrada. Neçə misradan ibarət olur? 4. 4 misradan, düzdür. Sonra necə bəsdir? Məşhur lətifə ustadlarımız kimlərdir? Nəsrəddin. Məşhur lətifə ustadımız. Nəsrəddin. Molla Nəsrəddin. Hə. Nəsrəddin Tusi. Aha, yox, Nəsrəddin Tusi yox. Kim idi? Bəhlul Dağnəndə. Bir də Molla Nəsrəddin. Hə, də Molla Nəsrəddin. Bir Nəsrəddin Tusi başqadır. Hə, yaxşı. Belə heç nə, bəsdir.